Ölkədə gömrük rəsmiləşdirmə müddəti və fiziki yoxlamaların sayı azalıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən Gömrük Biznes Forumu 2025 Dialoq və Etimad Forumunda bu barədə məlumat verib. Forumda gömrük işi sahəsində həyata keçirilən rəqəmsal alətlər, eləcə də xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində layihələr təqdim olunub. Son vaxtlar avtomatlaşdırılmış risk analizi sisteminin tətbiqi nəticəsində ölkədə sərhəd keçmə müddətinin 25% azaldılmasına nail olunub. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən Gömrük Biznes Forumu 2025 Dialoq və Etimad Forumunda bildirdi ki, gömrük rəsmiləşdirmə müddəti 35, fiziki yoxlamaların sayı isə 22% azaldılıb. Dövlət büdcəsinin gəlirlər hissəsində sahibkarlıq subyekti nəticəsində idxal əməliyyatlarında formalaşmış dərin düzgün qiymətləndirilməsi və düzgün qiymətləndirilən məbləğlərin vaxtında dövlət büdcəsinin gəlirlər hissəsinə transfer edilməsi, yəni köçürülməsi və gömrük orqanları tərəfindən bu prosesi məhz elektron və rəqəmsal əsaslar əsasında həyata keçirilməsi, rəqabət mühitinin genişlənməsinə xidmət göstərir. Forumda gömrük prosedurları və əməliyyatları üzrə müzakirələr aparıldı. Gömrük rəsmiləşdirilməsi platformasının yeni rəqəmsal həlləri və rəqəmsal əməkdaşlıq platforması layihələri təqdim olundu. Birinci təqdimat rəqəmsal gömrük dəyəri və intellektual sənədlərin emalı sistemi ilə bağlı oldu. Bu iki sistem bir-birinə əhatəlidir, ahəngdardır. Çünki gömrük dəyəri müəyyən edilməsindən öncə gömrük orqanlarına təqdim olunan məlumatların dürüstlüyünün, düzgünlüyünün və müvafiq tələblərə uyğunluğunun yoxlanmasına ötəri elektron emal prosesləri həyata keçiriləcəkdir. Forum çərçivəsində xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində müzakirələr aparıldı. İsmail Əmrli, Samir Gülməmmədov, ATV Xəbər.